Salam, gəlin bu maraqlı həndəsə üzr istəyirəm. Silsilə sualının izahına baxaq. Deyir ki, ilk 5 həddinin cəmi 35 olan ədəd silsilənin 10-cu həddi 45 olarsa, ilk 12 həddinin cəmini tapın. İlk 5 həddinin cəmi bilirik ki, cəm S hərfi ilə işarə olunur. Yəni S5 35-dir. Hədd A ilə işarə olunur. A10 45-dir və bizdən də S12 soruşulur. İndi S5-in açılışı necədir? A1, A2, A3, A4, A5. Bunların cəmini bizə 35 vermişdir. Biz A2-ni necə yaza bilərik? A1 üzərinə gəlinsin D. A1 üzərinə gəlinsin 2D. Üzr istəyirəm. A1 üzərinə gəlinsin 3D və ən sonda A1 üzərinə gəlinsin 4D. A1'lərin sayını tapsaq. 1, 2, 3, 4, 5. 5A1. 5A1 üstə gəlinsin. D'lərin sayı 1, 3, 6, 10. 10D 35. Nə görürük? Hər tərəfi nə ara bilərik? Hər tərəfi 5'ə bölə bilərik. 5'ə. A1 üzərinə gəlinsin 2D 7. A1 üzərinə gəlinsin 2D nə idi? A3 idi. Deməli, A3'ümüz 7'dir. İndi biz bir şey edəcəyik. S12'nin açılışını yazacağıq. A1, A2, A3, A4, A5, 6, 7, 8 bir yazacağım ki, burada bir dənə şey göstərəcəm. A9, A10, A11, A12. Aha. İndi baxaq. A1 ilə A12-nin cəmi, A2 ilə A13-ün, A11-in cəmi. Bunların hamısı, yəni bir-birinə bərabər olacaq. Bizə A3 ilə A10 məlumdur. Deməli, A3 ilə A10-un cəmi, yəni bu hissəni biz nə çalmışıq? A10 45-dir, burada 7, 52. İndi A13-lərin sayını tapacağıq. Vuracaq neçəyə? Biri budur da, 1 cüt, 2 cüt, 3 cüt, 4 cüt, 5 cüt, 6 cüt. 52'ni vuracağıq 6'ya, bu dedəcək 312. Deməli, doğru cavabımız C variantıymış. Bu maraqlı silsilə sualının, ədədi silsilə sualının həlli belədir.